Xalq təfəkküründə xalça dünyanı anlamaq və ilmə-ilmə ifadə etmək cəhdidir. Xalçalar şərti olaraq kainatın özü kimi qəbul olunur, mərkəzi hissəsi göyü, həyatı, asimanı, səmanı təmsil edir. Kənardakı haşiyə zolaqlar isə sanki kainatı qoruyan görünməz səddlərdir. Onların üzərindəki motivlər də təsadüfi deyil. Haşiyələrdə işlənən siçan dişi və ya alamuncuq adlanan xırda, nöqtəyə bənzər ilmələr müxtəlif rəngli saplarla toxunaraq xüsusi məna daşıyır. Xalq arasında nəzər qaytarmaq, pis baxışın təsirini uzaqlaşdırmaq üçün istifadə olunur. Xalçalara baxanda ilk olaraq naxışların harmoniyası diqqət çəkir. Amma əslində buradakı hər fiqur bir motivdir. Türk xalçaçılığında motivlər insanların inancını, dünya görüşünü və gündəlik həyat tərzini əks etdirir. Türk dilli xalqların arasında motivlər müxtəlif cür səslənə bilər. Məsələn, Azərbaycan xalça sənətində çox tanınan, çox məşhur motivlərdən biri Şah Abbasi motividir. Bu Şah Abbasi motivi Türkiyədə, məsələn, ona deyirlər Hatay. İslimi motivi. İslimi motivi çox məlum bir motivdir. O, Cənubi Azərbaycanda da eyni adlanır. Ona Türkiyədə deyirlər Rumi. Azərbaycanda İslimi motivi bu sonsuz formada, bu budağa, zərif incə, spirala bənzər formada, deməli sonsuza qədər uzana biləcək bir budaq formasıdır. Nəbati mahiyyət daşıyan İslimi motivi yalnız estetik gözəllik yaratmır. Eyni zamanda insan ruhunun Tanrıya uzanan yolunu ifadə edir. Onun üzərindəki xırda ləçəklər və incə çiçəklər həyatın davamlılığını, təbiətin yenilənməsinin rəmzidir. Belə motivlər kainatın nizamını və yerdən göyə uzanan enerjini əks etdirir. Xalça üzərində təsvir olunan ağac motivləri yerlə göy arasında əlaqəni simvolizə edir. Türk dünya görüşündə bu, insanın kainatla vəhdətini ifadə edən əsas rəmzlərdən biridir. Ağac motivinə həyatın üç sferası kimi baxsaq, onun kökləri yeraltı dünyanı təmsil edir, onun gövdə hissəsi yaşadığımız həyatı və onun budaqları, çiçəkləri isə deməli, gözə görünməz, mistik bir dünyanı xatırlardır. Yəni, ruhların hökm sürdüyü bir dünyanı deməli, ifadə edir. Türk xalqları arasında özünə məxsus tərzi ilə diqqət cəlb edən Azərbaycan xalçaları rənglərin zənginliyi və motivlərin mürəkkəbliyi ilə seçilir. Minilliklər boyunca toxunan hər xalça qədim insanların həyatını, inancını və təbiəti ilmələrinə həkk edib. Qobustan qayası rəsmlərinin sonraki dövrlərdə Azərbaycan xalçaçılığında yerini görürük. Yəni, sanki qayası rəsmlərdən başlanan cızımlar tədricən yavaş-yavaş ornamental stilizasiya şəklini alır və Azərbaycan xalçaçılığının ornamentini formalaşdırmaqda iştirak edir. Bu təkcə qayası rəsmdə deyil. Bu, bizim həyatımızda olmuş bütün deməli, dekorativ tətbiqi sənət sahəsini əhatə edən bir prosesdir. Müasir dövr Azərbaycan xalçaçılığında isə sərhədsiz yaradıcılıq özünü göstərir. Rənglər və formalarla oyun kainatın nizamına dair qədim anlayışları xatırladır, insanı düşündürür, eyni zamanda estetik zövqünü oxşuyur. Onların da əsas işi ən çox formaya fikir verməkdir. Forma ornamental formadan söhbət getmir. Yəni, xalçanın formasını dəyişmək, onun yəni düzbucaqlı, kvadrat şəklində olan formasını dəyişmək, onu nəyisə başqa bir istiqamətə yönəltmək. Amma ornament məsələsinə gəldikdə təkcə təbiət cisimləri yox, insanın düzəltdiyi cisimlər var, onların məişətdə cisimlər var. Bunların deməli, yenidən stilizasiya olunması, müasir dövrün insanın zövqünə cavab verən stilizə olunmuş deməli, ornamental sinifin ortaya çıxması lazımdır. Hər ilməsində tarixlə müasirliyin harmoniyasını əks etdirən Azərbaycan xalçaçılığı bugün də xalqın ruhunu, mədəniyyətini və insanla kainat arasındakı əbədi əlaqəni göstərir. Bu sənət nümunələri evlərdə və sərgilərdə həm estetik zövq, həm də mənəvi dərinlik hissi oyadır. Arzu Yusif, Fariz Şıqalizadə, Həsən Həşimov, Mədəniyyət xəbərləri.